Herkese salamlar əzizlərim. Deməli bugün sizə dediyim videolardan biri də gəlir. Deməli bugün mənə Zehroşum dedib mən öz şəxsi nəyimsə bugün göstərəcəm və bugün biz birlikdəyik və baxaq Zehroş bizə nə göstərəcək. Bəli Zehroşum, göstərsin mənə. Bəli, bu mənim bir günlükdür. Mənə də ən yaxın rəfiqəm mənə hədiyyə etmişdi. Baxaq içində nələr var. Günlüyümüzü belə göstərək. Çox gözəl Çox günlükdür. gözəl bir günlükdür. Gəlin içini açaq. Allah. İçində əvvəlcə belə pomadalarla belə süslədiyim bir şey vardı. Çox qəşəng. Rəfiqən süsləyir də sənin üçün. Hə, mənim üçün özəl. Elə bil mən öpücük verir, elə. Çox gözəldir. Gedəndə Burada isə dostlar, öz sinif yoldaşlarımın hansı ayda doğduğunu qeyd eləmişəm. Yəni xatirə qalsın deyə. Baxaq çox sonra. gözəldir, qəşəngdir. Bu mənim günlüyümdə yazdığım bir sözlərdir. İstəyirsiniz sizə oxuyum. Baxaq görək Zəhramızın günlüyümüzdə kim nə yazıb. Salam əziz, dəyərli Zəhram. Yaxşı ki varsan. Bu günü məndən sənə hədiyyədir. Mən səni çox amma çox sevirəm. Bu məktubu sənin üçün yazmışam. Yaxşı ki varsan Zəhraşım. Deməli bunu Zəhra üçün yazıb özü. Deməli Zəhrayı belə rəfiqəsi göndərmiş. Həqiqətən də çox qəşəngdir. Bəli, indi baxaq başqa nə var günlüyümüzdə. Günlüyümüzdə belə bir simaliklər çizmişdim. Həqiqətən çox qəşəng. Hətta günlüyümün qaraqlarında belə çiçəklər də var. Çox qəşəngdir. Bir tərəfində çəhrayı rəngli çiçəklər var bunun. Bir tərəfində isə ən sevdiyim rəngdə olan bənəfşə rəngli çiçəklər var. Mən öz yaxın rəfiqimə çox təşəkkür edirəm. Sən də yaxşı ki varsan. Həqiqətən də çox bəyəndim. Bir də kanalıma like atıb abunə olmağı unutmayın. Bizim dövrümüzdə belə şey var idi. Yox idi həqiqətən. Bunların rəfiqələri günlüklər verir. Bizim rəfiqələrimiz bax. Hələ də qalıb mənə. Bax, bu mənim ən son açıqcamdır. Ay Allah. Bunları günlüklər verir, bir-birinə hədiyyə verir. Bizim yox idi həqiqətən də. Bizə verilən açıqça deyil, bunlara verilən açıqçaya bax. Bugün deməli Zəhramız bunu göstərmişdi bizə, öz rəfiqəsinə dedi YouTube kanalında təşəkkür edəcəm. Gələn videolarında görək bizə Zəhra nə göstərəcək. Öpdüm, like atmayı unutmayın.